dizaynda bəzən ən böyük dəyişikliklər divardan başlayır. Xüsusilə də 3D divar kağızları ilə düz bir səth tamamilə fərqli bir məkana çevrilə bilir. Bəs onları digərlərindən fərqləndirən nələrdir? 3D divar kağızlarının birinci üstünlüyü ondadır ki, müştəri istədiyi şəkili, istədiyi ölçüdə sifariş verə bilir və nisbətən kiçik bir ərazidə daha geniş görüntü yaratmaq olur. Sadə divar kağızlarından fərqi isə ondadır ki, sadə divar kağızlarında bir tekstura təkrarlanır. Hər rulon üzərinə təkrarlanır. Amma 3D boylarda, məsələn, divarımıza baxa bilərsiniz, 6 metr uzunluğunda bir divardır. Fərqli elementlərdir. Bu qaydada istənilən şəkili hazırlamaq olar. Bu divar kağızları işıq, kölgə və tekstura ilə işləyərək məkanda dərinlik illüziyası yaradır. Bu vizual həlli əldə edə bilmək üçün seçilən modellər mərhələli şəkildə hazırlanır. Məkana baxış keçirildikdən, ölçülər götürüldükdən sonra ofisimizdə dizayn işləmə mərhələsi olur. Müştəri ilə, müştərinin zövqünə və məkanın üslubuna uyğun şəkildə. Və burada dizayn mərhələsi başa çatdıqdan sonra, şəkillər seçildikdən sonra istehsalata göndərilir. 2 iş günü ərzində istehsalatda hazır olur. Sonra ustalarımız tərəfindən montaj təhvil verilir. Diqqət çəkən məqam isə odur ki, 3D divar kağızlarında seçim yalnız görünüşlə bağlı deyil. İşıqlandırma, məkanın ölçüləri, hətta mebelin yerləşdirilməsi əvvəlcədən nəzərə alınmalıdır. Əks halda gözlənilən effekti və nəticəni əldə etmək çətin olur. Ona görə də bu cür dizayn həlləri dəqiq hesablanan yanaşma tələb edir. Rüya Salmanova, Sabir Şahvələdov, Telesəhər.